ümumiyyətlə deməliyəm ki, bizim avtomobil simpatiyalarımızla Çinlilər ki, fərqlənir. Məsələn, bu stenddə Rowe adlanan belə bir brend var. Bura büdcə avtomobilidir əsasən. Şanxay küçələrində ən çox rast gəlinən avtomobil məhz bu markadan olur. Rowe markasını elə reklam lentlərində də gördüyünüz kimi ailəvi istirahət üçün büdcə avtomobilləri kimi təqdim edirlər. Bu isə Rowe 06 modelidir. O rekordçudur. 100 kilometr məsafəyə Tibet dağlarında 9.1 kilovat enerji sərf edib. Yəni 1 kilometrə təxminən 1 kilovat enerji sərf edərək Guinness Rekordlar kitabında qeydə alınıb bu rekord. Və Rowe avtomobilləri təkcə elektrik deyil, hibrid güc aqreqatları ilə də hərəkətə gəlir. Bizim bazarda artıq populyarlıq qazanmış BYD avtomobilləri ilə qiymət baxımından çox güclü rəqabətə girə biləcək bir markadır və yeri gəlmişkən bu avtomobillər tezliklə Baku Avtomolda təqdim olunacaq.